Esselamu Aleyküm dostlar, hoş gördük sizleri. Bildiğiniz gibi 2 gün önce bizim en sade metodla Ərəbcə öğren kitabımız artık işi gözü görmüştü. Elhamdülillah. Kitap paylaşıldıktan sonra birçok dostlar, tanışlar, kanal abunəçiləri yazıp bizden xahiş edirlər ki, bu kitabın içerisindeki mövzu ilə və yaxud kitabın üslubu ilə onları tanış edək. Təbii ki, hər bir kəsə ayrı-ayrı da cavab verməyə vaxt yoxdur. Yəni vaxt çatdırmaq olmaz buna. Belə bir qərara gəldik ki, ümumi olaraq bir video hazırlayaq və həmin videonu kanala yerləşdirək. Kimlər kitabın içərisindəki üslubla və yaxud belə deyək metodla və yaxud mövzularla tanış olmaq istəyirsə, həmin videodan izləyə bilər. Kitab haqqında ilk öncə onu deyə bilərəm ki, kitab 332 səhifədən ibarətdir. Əsas hissə 300 səhifəlik hissə qrammatik qaydaların ən sadə formada izahıdır. Yəni daha öncə belə bir izahla hər hansı bir kitabda qarşılaşmamısınız hələ ki. Kitabın əsas hədəfi tələbənin müstəqil şəkildə, yəni müəllimə ehtiyacı olmadan kitabı götürüb, belə deyək, ərəb dilində öyrənmək olsun. Yəni hər kim ümumi olaraq kitabı açıb oxuyanda bu kitabda qeyd olunan yazıları başa düşsün. Kitabı oxuyarkən burada sizin daha öncədən qrammatikanı bilməyiniz vacib deyil. Nəyə görə vacib deyil? Çünki bu kitabda zaten qrammatik qaydalar, tərifləri ilə birlikdə izah edilərkən bir neçə yöndən həmin qaydalar və yaxud təriflər bir neçə yöndən açıqlanır, yəni izah olunur. Bir tərifin bəzən 3 izahı var. Çünki insanların başa düşmə səviyyəsi fərqli olduğu üçün ola bilsin bir şəxs, yəni bir kimsə bir tərifdən başa düşməsin, ikincini izah etmişik, ondan da başa düşməsə üçüncünü izah etmiş. Yəni kitabın əsas hissəsi bundan ibarətdir. Kitab rənglidir. Rəngli olmağın səbəbi, yəni qrammatik qaydalara işarə etmək üçün bir qrammatik qayda gətirilir və həmin o qrammatik qayda müəyyən bir rənglə qeyd olunur ki, tələbənin işini asanlaşdırsın. Kitabın əsas funksiyalarından biri də transkripsiyalı olmasıdır. Yəni ərəbcə verilən sözlərin alt hissəsindən bütün sözlərin transkripsiyası qeyd olunub. Məsələn, burada gördüyünüz kimi başlıqda əl-fi'lu, fiil, məsələn, gördüyünüz kimi ərəb dilində, Azərbaycan dilində və aşağı hissəsində də transkripsiya. Məsələn, burada fiilin tərifi verilib. Məsələn, əl-fi'lu huva, fiil odur ki, məsələn, mə dəllə alə hədəsin və irtəbata bi zəmənin. Məsələn, fiil zamanla bağlı olan və hər hansı bir hadisəni ifadə edən sözdür. Gördüyünüz kimi burada transkripsiyası verilib və daha sonra bölgülər aparılır. Burada fiilin zamana görə qismləri var. Məsələn, əqsəmul fiili, fiilin qismləri, yəni növləri, transkripsiya və daha sonra fiilin zamana görə növləri burada qeyd edilib. Yəni ekran saxlayıb özünüz oxuya bilərsiniz. Bu qeyd olunduqdan sonra gördüyünüz kimi cədvəl qeyd olunduqdan sonra və alt hissəsindən daha bir izah gəlir. Həmin buradakı, belə deyək, bölgünü izah eləyir. Və daha sonra keçilir, məsələn, bir-bir həmin o cədvəldə olan qismlərin izahına. Məsələn, əl-fi'lul madi, ilk olaraq keçmiş zaman fiilindən bir səhifənin içərisində deməli, həm fiilin keçmiş zaman nə deməkdir, keçmiş zaman deyilərkən nə başa düşülür və keçmiş zaman fiilləri. Gördüyünüz kimi burada misallar qeyd olunub. Yəni, bu cür misalların bu cür tərtib edilməsi, bir-birindən biraz məsafəli şəkildə ara məsafəsini qorumaqla yazıların bir-birindən qarışmaması və ümumi olaraq tələbənin yazıları belə deyək, aydın şəkildə görməsi üçündür. Və daha sonra gördüyünüz kimi misallar qeyd olunub və əlavə keçmiş zaman fiilinin cümlədə işlədilməsi, daha sonra fiillər cümlələrdə işlədilir, sadə cümlələrdə və sonda bir qeyd. Yəni, məsələn, bu feillə bağlı olan dərsimiz. Təbii ki, biz burada kitabın bütün içərisini sizə göstərməyəcəyik. Sadəcə olaraq sizi tanış etmək istəyirik ki, yəni kitab hansı üslubdadır. İndi sizə başqa bir qrammatik qaydanı təqdim edəcəyik. Gördüyünüz kimi bu feilin ikinci hissəsi burada indiki zaman feilidir, eynən gedir. Yəni ekranı özünüz saxlayıb oxuya bilərsiniz. Və yazılar burada qırmızı rənglə qeyd olunub ki, tələbənin belə deyək, diqqətini çəksin ki, tələbə burada indiki zaman feilinin hansı olduğunu fərq edə bilsin. Və ondan sonra gəlir qarşılıqlı burada izahdır, həm indiki zaman feili, həm keçmiş zaman feili. Gördüyünüz kimi ekranda. Yəni özünüz bunu oxuya bilərsiniz. Və keçmiş zaman, indiki zaman feilləri ümumi olaraq belə deyək, rənglərlə işarə olunub ki, bir-birinə qarışmasın.
və daha sonra əmr feili gəlir. Gördüyünüz kimi əmr feili, əmrin tərifi gəlir burada. Misallar gəlir. Və bu cür təkdə olan qadın cinsinə aid feillərin əmr forması, yəni kişi cinsi qeyd edilərkən qadın cinsi də qeyd edilib. Yəni bu cür. Və daha sonra sonda sualları cavablandırın. Yəni sanki tələbənin fəaliyyətini, aktivliyini artırmaq üçün bəzi suallar verilir ki, yenidən əgər nəsə yaddan çıxıbsa, tələbə mövzuya geri dönüb dərsləri təkrar edə bilsin. İndi başqa bir qrammatik qayda. Daha sonra, yəni başqa bir qrammatik qayda dedikdə, yəni ümumi olaraq digər səhifə sadəcə feillə əlaqəlidir hələ ki. Feil məsələn, daha sonra feilin əlamətləri gəlir. Feilin neçə əlamət var? Gördüyünüz kimi əlamətul fi'li, feilin əlamətləri. Burada qısa bir izah. Daha sonra feilin 4 əlaməti qeyd olunur və beləcə davam edir. Ondan sonra gedir, məsələn, artıq başlayır birinci qaydadan izahlar. Məsələn, feilin ilk əlaməti falan, ora-bura və misallar üzərindən. Burada gördüyünüz kimi bir qeyd və gördüyünüz kimi burada daha sonra yenə misallar. Misallar qırmızı rənglə qeyd olunub. Və qeyd və qeydin izahı, misalın izahı. Yəni kitabın belə deyək, formatı tam başqa bir səviyyədədir. Və daha sonra məsələn gəlir əl-müzəkkəru vəl-müənnəsu, kişi və qadın cinsi. Eyni qaydada kişi və qadın cinsi nə deməkdir, nə qəsd olunur. Gördüyünüz kimi ekranda bunu özünüz oxuya bilərsiniz. Və daha sonra misallar gəlir və qadın cinsinin növləri burada qeyd olunur və ondan sonra həmin o qeyd olunan növlər izah olunur. Və gördüyünüz kimi burada misal və misallarda rəngli formada qeydlər aparılmışdır. Yəni ümumi olaraq kitabın üslubu bu cürdür. Yəni kitabın dediyimiz kimi məqsədi tələbənin müstəqil şəkildə ərəb dilini oxuyub başa düşməsidir. Əgər hər hansı bir əlavə sualınız olsa, inşallah bunu videonun şərh bölümündə də yazıb bildirə bilərsiniz və həmin o paylaşım üzərində olan nömrə ilə də əlaqə saxlaya bilərsiniz. İnşallah gələn görüşlərə qədər bu kitabın faydalı olmasını diləyirik Allahdan. Hər bir kəs üçün faydalı olsun. Amin. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.